Salam, bugün sizinlə qan köçürmə və qan qrupları haqqında tanış olacağıq. Gəlin başlayaq. İlkin olaraq deyirik ki, 1, 2, 3-cü qan qrupunu Landsteiner, həmçinin Landsteiner Wiener ilə birlikdə rezus faktorunu aşkar etmişdir. 4-cü qan qrupunu isə Janski kəşf etmişdir. Baxın, Janski və 4-cü qan qrupu bir-birinə bənzəyir. Bu şəkildə yadımızda saxlaya bilərik. İndi keçəyin qan qruplarının təyininə ki, 4 qan qrupumuz var. Necə təyin edirik? Hansında hansı zuallar vardır? Siz qan qruplarını təyin edərkən bir eritrositindəki zulalı, bir də plazmalarındakı zulalı bilməliyik. Bunun üçün də geniş bir əzbərçiliyə ehtiyac yoxdur. Baxın, bu şəkildə öyrənəcəyik. Dedik ki, 4 dənə qan qrupumuz var. 1, 2, 3 və 4. Və bayaq dedim, təkrar edirik. Biz eritrositlərinin membranındakı zualına və plazmasındakı zuala görə bu 4 qan qrupunu fərqləndiririk. Eritrositində olan zuallar aglutinogen, baxın, eritrosit və aglutinogen. İkisində E hərfi var. Bu şəkildə yaddaşımızda saxlayırıq. Plazmada, qan plazmasında olan zuallar isə aglutinin adlanır. Təkrar edirəm, eritrositlərin membranında olan zuallar aglutinogen adlanır. Qan plazmasında olan zuallar isə anti-A və anti-B aglutinin adlanır. İndi görək bunların kombinasiyası necədir? 1-ci, 2-ci, 3-cü və 4-cü qan qrupunda. Dedik aglutinogen və aglutinin. 1-ci qan qrupunun plazmasında anti-A və anti-B var. Gəlin bir aglutinogenləri aydınlaşdıraq. Plazmanı o şəkildə çıxarmaq daha asan olur. 1-ci qan qrupunun eritrositində heç bir aglutinogen yoxdur. 0. 2-ci qan qrupunda A aglutinogeni, 3-cü qan qrupunda B aglutinogeni, 4-cü qan qrupunda həm A, həm də B aglutinogeni var. Təkrar edirəm. Eritrositlərin membranında olan zuallar aglutinogen adlanır. Aglutinogenlərə görə qan qrupunu təyin etdikdə 1-ci qan qrupunda heç bir aglutinogen yoxdur eritrositin membranında. 2-də A, 3-də B, 4-də isə həm A-sı var, həm B-si eritrositin membranında. Aglutinin isə hansı ki dedim plazmada olan zual. Bunların tamam əksidir. Birini cəzbər bilsə, siz aglutinini asanlıqla çıxarda bilərsiniz. Təkrar edirəm, aglutinlər tamamilə aglutinogen əksidir. Necə? Baxın, birdə heç bir aglutinogen yoxdur. Amma aglutinin dedikdə bunun həm anti-A-sı, həm anti-B-si var. Bu şəkildə yazaq ki, yerləşsin. Burada A-B'dir. Bunun həm anti-A-sı, həm B-si var. 2-ci qan qrupunda aglutinogen adısa, aglutinin dedim bunun tam əksidir. Deməli anti-B-dir. 3-cü qan qrupunda aglutinogen B-dirsə, aglutinin bunun tam əksi A-dır. 4-cü qan qrupunda həm A, həm B aglutinogen var deyə, bunun heç bir aglutinini olmayacaq. Yenidən üstündən keçək axırıncı səfər. 1-ci qan qrupunun aglutinogeni 0, aglutinini A və B. 2-ci qan qrupunun aglutinogeni A, aglutinini B, anti-B. 3-cü qan qrupunun aglutinogeni B, aglutinini anti-A. 4-cü qan qrupunun aglutinogeni AB, aglutinini isə yoxdur. Bu şəkildə mən qan qruplarımı təyin etdim. 4 dənə qan qrupu var. İndi keçək qan vermə məsələsinə. Qan verən şəxslər adlanır donorlar. Qan alan şəxslər adlanır resipiyentlər. Qan vermə necə olur? Baxın, bu cümləmizi yadınızda saxlayın ki, orqanizmə yad zulal girməməlidir. Orqanizmdə olmayan, ona tanış olmayan yad zulal orqanizmdə olmamalıdır. Kənardan daxil olmamalıdır buna. Qan vermələr də sırf bu mexanizm üzrə gedir. Biz qan vermələr zamanı, yaxud da belə deyim, daha doğrusu qan qruplarının təyinində hələ ki 2 zulaldan tanış olduq. Aglutinogenlərdən və aglutinlərlə. Aglutinogenlər eritrositin membranında, aglutinlər isə plazmada olan zuallar idi. Bir də biz 3-cü bir zulaldan tanış oluruq, rezus faktoru zulalı. Hansı ki eritrositin membranında digər bir zulal, rezus faktoru olan zulal var.
Əgər kiminsə eritrosit membranında rezus faktoru varsa, biz ona baxın, müsbət yazırıq, yəni bunun varıdır. Kimdə ki rezus faktoru yoxdursa, bu şəkildə minus yazırıq, bunun rezus faktoru zulalı yoxdur. Qan qruplarını təyin etdikdən sonra rezus faktorunu da təyin edirsiniz. Tutaq ki, təyin etdik ki, birinci qan qrupudur. Baxırsınız rezus faktoru zulalına. Əgər eritrositində həmin bu rezus zulalı da varsa, o zaman adlandırsa müsbət qan qruplu. Əgər eritrositində rezus adlanan xüsusi bir zulal yoxdursa, mənfi qan qruplu insan adlanır. Qan köçürmələrdə də bayaq dediyim fikir təkrar edirəm. Orqanizmdə olmayan zulal orqanizmə daxil olmamalıdır. Əgər belə olarsa, tanış olmayan zulal daxil olarsa, eritrositlər bir-birinə yapışır və agqlutinasiya adlanan hadisə baş verir. Agqlutinasiya insan həyatı üçün sözsüz ki, çox qorxulu və təhlükəli bir prosesdir. Qədim zamanlarda da buna görə yanlış qan köçürmələrə görə kütləvi şəkildə insanlar vəfat etmişdi. Yəni müsbət nəticələr verməmişdi qan köçürmələr. Yad zulallar daxil olur yanlış qan qruplarına görə. Bununla da agqlutinasiyalar baş vermişdi. Gəlin indi qan köçürmə cədvəlinə baxaq. Bu arada qan köçürmə cədvəlini başdan ayağa bu şəkildə əzbər bilmənizə ehtiyac yoxdur. Bayaq dediklərimə əsasən asanlıqla yadımızda saxlayıb qan köçürməni deyə bilərik. Tutaq ki, birinci qan qrupunda. Birinci qan qrupuna sizə dedim agqlutinogeni sıfırdır. Agqlutinini isə anti-A və B-dir. Biz bu arada qan köçürmələr zamanı agqlutinogenlər üzərində gedəcəyik. Birinci qan qrupunda sıfırdır, 2-də A-dır, 3-də B-dir, 4-də isə A, B-dir agqlutinogeni. Yuxarıda da yazmışam. İndi birinci qan qrupu hər kəsə qan verə bilər. Çünki bunun agqlutinogeni eritrositin heç bir zulalı yoxdur. Hər kəs asanlıqla qan verə biləcək. Çünki kiməsə qan verəndə tanış olmayan bunun zulalı yoxdur ki, o birisində tanış olmayan zulalına düşsün bədəninə. Ona görə 1, 2-yə də, 3-ə də, 4-ə də qan verə bilər. Bir də burada mənfi bir, müsbət bir məsələsində gəlin o şəkildə deyək. Dedi ki, mənfi rezusu olmayandır, müsbət rezus zulalı var. Mənfi bir universal donordur. Yəni hər kəsə qan verə bilər. Çünki nə rezus zulalı yoxdur, ona görə mənfidir. Nə də ki agqlutinogeni yoxdur, sıfırdır. Tamamilə steril, hər kəsə qan verə bilər. Həm mənfilərə, həm müsbətlərə qan verəcək. Mənfi bir. Çünki yoxdur heç nəyə. Mənfi bir demək hər kəsə qan verdi. Baxın, burada da bu şəkildə göstərir. Keçirsiniz sonra müsbət birə. Müsbət bir yenə bütün qan qruplarının ancaq müsbətinə verə bilər. Çünki mənfilərinə verə bilməz, ona görə bunun bir rezus zulalı var. Dedim, axı orqanizmə yad zulalı düşə bilməz. Agqlutinogeninə görə hər kəsə verə bilir. Amma rezus zulalı var deyə digər mənfilərdə o zulal yoxdur. Onlara tanış deyil o zulal. Ona görə mənfilərə verənməz. Burada da o şəkildə göstərib, baxın. Görürsünüz, müsbət ancaq müsbətlərə verir, göstərib. Sonra keçirsiniz ikinci qan qrupuna. İkinci qan qrupunda A var, agqlutinogeni. Bu birə verənməz, birin heç bir agqlutinogeni yoxdur. A onun üçün yaddır, orqanizmə yad zulal daxil ola bilməz. 3-ə verə bilməz, 3-də B var. A 3 üçün tanış bir zulal deyil. Girə bilməz bədəninə. Amma 4-də verə bilər. 4-də çünki A var, 2-nin dası var. Tanışdır A zulalı ona görə. 2-də 4-də qan verə biləcək. Son keçirs 3-cü qan qrupu. Yenə 3 birə verənməz, B onun üçün tanış deyil. 2-yə verənməz, 2-də A var, B onun üçün tanış deyil. Amma 3 də 4-də verəcək, çünki B zulalı var onda. B o zulal artıq ona tanışdır, verilə bilər. Yenə bayaq dediyim kimi verən zaman mənfi və müsbətləri nəzərə alsınız. Mənfi qan qrupları mənfilərə və müsbətlərə verə bilər. Müsbət qan qrupu isə yalnız müsbətə verə bildiyi qrupların müsbətinə verəcək. Müsbət 4 universal resipiyentdir. Yəni hər kəsdən qan alacaq. 4 ümumiyyətlə heç kəsə özündən başqa heç kəsə qan verənmir. Çünki həm A-sı var, həm B-si. Məsələn, 1-ə verənməz, birin heç bir zulal yoxdur. 2 zulal da bunun üçün yaddır. 2-yə verə bilməz, 2-yə A tanışdır. Amma B 2 üçün yad zulaldır. 3-ə verə bilməz, çünki 3-ün
B tanışdır, amma 3-cü versiyasında A yoxdur deyə 4 3-ə də qan verə bilməz. Düşünürəm ki, qan vermə tamamilə aydın oldu sizə. Gəlin indi burada fəaliyyət və tapşırıqlar hissəsində bir neçə məsələlər var, onları aydınlaşdıraq. Məsəl üçün, burada belə maraqlı bir sual var ki, donor və resipient fərqli qan qruplarına malik ola bilərmi? Baxın, müzakirə edin hissəsində. Əlbəttə ki, ola bilər. İndi dedim, birinci qrup donor kimi istənilən qan qrupuna qan verə bilər. -1 istənilən, -2-yə də və ya -2-yə də, 2-yə, 3-ə, 4-ə istənilən qan qrupuna verə bilər. Gördünüz, fərqli oldu qan qrupları. Və yaxud da ki, ikinci qrup özünə də verə bilər, 4-ə də verə bilər, fərqli qrup. Bu şəkildə deyirik ki, bəli, donor və resipient fərqli qruplara malik ola bilər. Sonra keçirsiniz digər hissələrə. Düşün, müzakirə et, paylaş. Bayaq da dedikdir, qadim zamanlarda qan köçürmə tətbiq olunsa da nəticəsi əksər hallarda yaxşı olmurdu. Sizcə nə üçün? Çünki qan qrupları tam məlum değildi və yaxud da ki, ümumiyyətlə məlum değildi. Buna görə də uyğunsuzluqlar olurdu, agglütinasiyalar baş verirdi, bayaq burada dedik. Agglütinasiya hadisəsi baş verirdi, hansı ki bir-birinə yapışır eritrositlər, parçalanır, yanlış qan köçürmələr zamanı. Buna görə də nəticəsi yaxşı olmurdu əksər hallarda. Keçirik öyrəndiklərinizi tətbiq edin hissəsinə. Cədvəl və sxemi diqqətlə nəzərdən keçirin. Hansı rəqəmlərlə verilmiş qan köçürmələrin düzgün olduğunu müəyyən edin. Gəlin baxaq. Birinci, Nigar müsbət 3-dür, Azər isə -2-dir. Müsbət mənfiyə verə bilməz, bu ayrı. 3 2-yə verə bilməz. 3-də B-dir, 2-də A-dır. Bütünlüklə yanlışdır. 1 ola bilməz. Sonra ikinci, Azər və Cəlil. Azər -2-dir, Cəlil müsbət 1-dir. Mənfidə az zulalı var idi, yadınıza salın, eritrositində. 1-də isə heç bir zulal yox idi eritrositin membranında. Ola bilməz, yaddır bunun üçün az zulalı. Daha sonra üçüncü xətt, Cəlil Nigar'a versin. Cəlil müsbət 1-dir, Nigar müsbət 3-dür. Bəli, 1 istənilən qrupa verə bilər, müsbət də müsbətə verə bilər. Çünki ikisində də rezus zulalı var, tanış zulalardır. 3 doğrudur. Sonra 4-ə baxaq. Arif Nigar'a versin. Arif müsbət 4-dür. Müsbət 4 heç kəsə qan verə bilməz. Bu avtomatik səhvdir. 4. Son keçirik. 4-cü, 5-ci. Cəlil Leylaya versin. Cəlil neçədir? Müsbət 1. Cəlil deyil, Leylaya qan verəcək. Cəlil müsbət 1-dir. Leyla isə -1-dir. Müsbət 1 -1-ə qan verə bilməz. -1 müsbətə verə bilər, amma müsbət mənfiyə qan verəməz. Ona görə 5-i də götürməyəcək. Sonra 7-ci, Cəlil Arifə qan versin. Cəlil müsbət 1-dir, Arif müsbət 4-dür. Bəli, 7 doğrudur. Sonra 8-ci, Leyla Arifə versin. Leyla -1-dir, bəli. Arif müsbət 4-dür, verə bilər. -1 ümumiyyətlə universal donorda hər kəsə qan verə bilər. Sonra 6-cıya baxırıq. Leyla Nigar'a qan versin. Leyla -1-dir, Nigar müsbət 3-dür. Bəli, 6 da olar. 3, 6, 7, 8 doğrudur. Keçirik. Müzakirə edin hissələrinə. Tələbələrdən hansı universal donor, hansı universal resipiyentdir? Universal o deməkdir ki, yəni hər kəs üçün donor və universal resipiyent hər kəs üçün resipiyent, hər kəsin qan verə biləcəyi bir qrup. Bu olacaq Leyla universal donor, yəni hər kəsə qan verən birisidir, -1. Universal resipiyent də, yəni hər kəsdən qan alan bu Arifdir, müsbət 4. Müsbət 4 hər kəsdən qan alacaq, -4 isə hər kəsə qan verəcək. Sonra hansı tələbələr öz qan qrupundan olan insanlara qan verə bilər? Fikrinizi əsaslandırın. Öz qan qrupunu o zaman verə bilərsən ki, mənfilər öz qan qrupuna verir. Müsbətlər söz qan qrupundan olan insanlara qan verə bilmir. Çünki müsbət demək içərisində rezus zulalı var, amma öz qan qrupundan olsa belə rezus zulalı olmayan bir orqanizmlə rezus zulalı yad zulalıdır. Verə bilməz. Ona görə deyəcəm ki, Azər və
Leyla öz qan qrupundan olan insanlara da qan verə bilərlər, çünki mənfidirlər. Amma Nigar, Cəlil, Arif bunlar verə bilməyəcəklər. Çünki bunlar müsbətdirlər, rezus sulalları var. Öz qan qrupundan da olan mənfilərə qan verə bilməzlər. Çünki mənfilərində rezus sulalı yoxdur. Bunu da aydınlaşdırdıq. Keçə öyrəndiklərinizi yoxlayın hissəsinə. Qan köçürmə hansı hallarda həyata keçirilir? Qan köçürmə qana ehtiyac duyulan hallardır. Nədir bunlar? Əməliyyat ola bilər, qan itirmələr ola bilər və yaxud da ki, anemiya kimi xəstəliklərdir, qan azlığı xəstəlikləri bu zaman və ya digər hallarda, vacib olan hallarda köçürülə bilər. İkinci sual. Eritrositlərində A aqlütinogeni, qan plazmasında anti-B aqlütinini olan şəxs ikinci qan qrupuna və ya mənfi rezusa malikdir demək olarmı? Bəli. 1-də çünki 0 idi. 2-də A, 3-də B, 4-də isə AB. Əgər bunun eritrositində A aqlütinogeni varsa, mən bu deyirəm ikinci qan qrupudur. Amma bunun mənfi rezusa malik olduğunu mən söyləyə bilmərəm. Çünki bunun üçün mənə heç bir məlumat verməyib. Həmin şəxs ikinci qan qrupudur. İkinci qan qrupu mənfi və ya müsbət rezuslu olduğunu deyə bilmərəm. Təkrar edirəm, bu haqda mənə məlumat verilməyib. Üçüncü, sxema səsin hansı resipiyentlərin qanında aqlütinasiya baş verə bilər? Aqlütinasiya dedik ki, yanlış qan köçürmələr zamanı olur. Eritrositlər bir-birinə yapışırlar. Gəlin baxaq. Donorlarım, qan verənlərim yuxarıda, qan alanlarım aşağıdadır. A. İkinci qan qrupudur. B. Üçüncü qan qrupudur. Birinci qan qrupudur. Bu isə üçüncü qan qrupudur, amma mənfidir. 2, 0 bu birinci qan qrupunu göstərir. AB dördüncü qan qrupunu, bu ikinci qan qrupunu, bu isə üçüncü qan qrupunu. İndi baxaq. 2 1-ə qan verə bilməz. Baxın, burada göstərir. Bu doğru deyil. 2 0-a qan verə bilməz. Sonra A kimə qan verir? A B-yə qan verir. Bunu da verə bilməz. Ümumiyyətlə, donor olan ikinci qan qrupunun verdiyi qanlar yanlışdır. 0-a verib və ya B-yə verib. İkisində də aqlütinasiya baş verəcək. 2, 1-ə və 3-ə qan verə bilməz. Bu da yanlış xətdir, bu da yanlışdır. Sonra keçirik. B AB-yə verib, bəli verə bilər. Bunda B var. 4-də hər kəs verə bilər və ya müsbət B-yə doğrudur. Keçirik. Mənfi 1. Bu. Müsbətə də verə bilər. Ümumiyyətlə, mənfi 1 universal donordur. Hər kəsə qan verə bilər. Hamısı doğrudur. Sonra mənfi B müsbət B-yə verib. Bəli, bu da doğrudur. Demək, yanlış olacaq. Hansı ki, bu A-nın buna verdiyi və ya buna verdiyi. İkisində aqlütinasiya baş verəcək. Qalan bütün göstərdikləri doğrudur. Bununla da qan qrupları və qan köçürmələri dərsi bitdi. Sağ olun.